UEFA Çempionlar Liqasında Qarabağ Newcastle Unitedi qəbul edəcək. Rəqibimizi qısaca təhlil edək. 1881-ci ildə yaradılan klub İngiltərənin Newcastle upon Tyne şəhərini təmsil edir. 4 dəfə İngiltərə çempionatının, 6 dəfə FA Cup'ın, 1 dəfə İngiltərə Liqa kubokunun, 2 dəfə isə İngiltərə Super Kubokunun qalibi olub. Klubun qazandığı önəmli titullar arasında Intercity Space Cup və UEFA Intertoto kubokunu da qeyd etmək yerinə düşər. Qeyd edək ki, komanda ötən il İngiltərə Liqa kubokuna sahib olmaqla 70 illik fasilədən sonra ölkə daxili titul qazanıb. Yəni rəqibimiz bir növ dirçəliş dövrünü yaşayır. Newcastle United'in ümumi heyət dəyəri 700 milyon avrodan artıqdır ki, bu rəqəm də Qarabağın eyni göstəricisindən az qala 27 dəfə çoxdur. 26 nəfərlik heyətin yaş ortalaması 28-ə yaxındır. Bir sözlə Qarabağı çətin oyun gözləyir. Amma rəqibin playmakeri bu gün meydanda olmayacaq. Söhbət Bruno Guimaraes'dən gedir. Braziliya millisinin yarım müdafiəçisi Premier Liqada Tottenham ilə oyunda zədələnib. Bu qonaqlar üçün ciddi itkidir. Belə ki, cari mövsümdə daxili çempionatda 9 qol vuran Guimaraes 4 məhsullar ötürmənin də müəllifi olub. Amma İngiltərə təmsilçisinin heyətində təhlükəli oyuncular az deyil. Bu gün böyük ehtimalla meydanda olacaq 2 hücumçudan xüsusilə ehtiyatlı olmalıyıq. Cari mövsümdə Çempionlar Liqasında Anthony Gordon 6 qol 2 asistlə, Harvey Barnes isə 5 qol 1 asistlə yadda qalıb. Təmsilçimiz Qarabağa gəldikdə isə qeyri olmalıdır ki, Koşalı qapıcı Mateusz Kochalskinin zədələnməsi təəssüfləndirici hal idi. Amma Qurban Qurbanovun ötən gün keçirilən mətbuat konfransında söylədikləri azarkeşləri qismən ümidləndirir. O, yüngül zədəsi olan Kochalskinin yoxlanışdan keçəcəyini, problemi olmasa onu meydanda görəcəyimizi bildirdi. Qurban Qurbanov rəqib komanda ilə bağlı danışarkən qeyd edib ki, Newcastle dünyanın bir nömrəli liqasında çıxış edir. Qarabağın çalışdırıcısı ingilislərin oyuna çox ciddi hazırlaşdığını deyib. Təcrübəli mütəxəssis Newcastle-ın oyun üslubunun Qarabağa uyğun olmadığını, rəqibin sürətli oyun sərgilədiyini vurğulayıb və komandamızın ağıllı şəkildə mübarizə aparmalı olduğunu qeyd edib. İstənilən halda Qarabağa güvənirik, çünki təmsilçimizin Avropadakı qələbələri artıq sürpriz sayılmır. Siz necə düşünürsünüz? Bugünkü oyundan sərfəli nəticə əldə etmək mümkündür? Şərhlərdə görüşək. Qarabağa uğurlar.